Sen ne bilirsen ki sen bugün okuya içe ne sabah terk etmeyesen içkini. Ben öyle insanlar tanıyorum ki narkomanı idiler. İndi namaz kılırlar. Çünkü onlar narkotikten ayılandı Kur'an okuttururduk. Kur'an okut. Bəli bizde bir tane yer var idi. Bir tane mektep idi. Orada emin şey elirdiler. Dinle insan o narkomanları sağaldırdılar. Ayıq vaxtı Kur'an 10 sayfa okuyun ha. Siz orada ne inirdiniz biraz? Ben de başka sözler deyirdim orada. O başka meselelerdi. Dinle o sözlerden bana. Mən sənə ne deyə bilərəm ki, sənə ümid verə bilərəm, motivasiya verə bilərəm. Mən bilmirəm axı sənin həyat tərzin nədir? Mənim həyat tərzim, mən sizdən 5-5 verim. Sənin çünki dərdin var, ona görə uçursan. Bək. Qaç. Bəli, qaçırsan. Açmasan TikTok'a girmə. Dərdi olanlar TikTok'a girir. Bəs nə? Mənim heç dərdim odur ki, mən inanmırdım da, mən sənin kimi alsansa bir hoca görərəm, mən düzgün yol göstərər ki, kəf edirdik, getmək olmuş ya ora. Arif, sən də məni salınmışsan katastrofa ki, düz yol, ki oğlansan. Xanım, mən çox ləzzət edir, mən bilirdim ki, mən tapacağım haqqı sizinlə. Özümü, Əzxan. Can. Son saniyelerde bir tane tıklayan 5-5 sonra Bu TikTok hakkında nəsə yazılıb sizin dində? Mənim dinim yoxdur. Heç kəsin dini. Bilinir. Bax, əgər sərxoş ikən nə dediyinizi anlamayana qədər, natəmiz olduğunuz halda istisna olmaqla qüsul edənədək namaza yaxınlaşmayın. Gördüm. Allah'ım da, mən elə gəl biz bir gün görüşək üzböz. Problem deyil. Yəni, onda bir şey. Arif, sən görəm dinə gələn döyürsən qarş. Sən ehtiyac yoxdur oraya gəlməyə belə, Allah'ım da. Nisa surəsi 43-cü ayətdir uşaqlar. Nisa surəsi. Sigaret çəkmək də, hətta belə deyim, sənə deyir ki, Qur'an-ı Kərimdə sigaret çəkmək sizin sağlamlığınız. Bəli, sigaret çəkmək də eyni içki kimi haramdır. Günahkarlar deyir ki, cəhənnəmə gedən günahkarlar köynəyi qətrandan olacaqdır. Həmən o qətran da şeytan maddəsidir. Biz də qətran sigaretin tərkibində olur. Hiss edirsiniz ki, sigaret çəkdiyimizdə Qur'an-ı Kərimdə bəli elə ayət var. Bircə dəqiqə göstərim. Yağlı qəlyanlardan da belə şey. Biz fikir verirsinizmi, sigaret çəkməyəndə çox əsəbi, aqressiv, qarşımızdakı ilə davakar edirik. Çünki o şeytan maddəsi olduğuna, şeytan dediyimiz negativ maddədir. Yəni o qara, görürsünüz, qara dumandır, qara duman. Negativlik de orada. Ha? Negativ, oradan elə bir götürülür. Qətran, Quranda qətran. Qətran, məxluq, qətran. Əl-Kəf surəsidir. Nə? Əl-Kəf surəsi 18-ci ayət. Qur'an-ı Kərimdə günahkarların o qətranı deyir Murad. Burası yenə də başqa nə qətranı var? Burada yazıblar ki, bəli, cəhənnəmdə sigaret çəkənlər, ot çəkənlər, orada hər şey bol olacaq, burası kibrit olmayacaq. Keçib cəhənnəmdə yandırarsan da şeydir. Yararsın da. Quranda mötərizədə olanlar Bu nə hərəkətdir la? Sigareti söndür. Sigareti koy. Ve yaxınlığımız gəldi. Salamünaleyküm sana. De yaxın saat deyil. Meydan burada deyil Əkbər. Səni. Bu nə da, bu nə da. Görürsən Bu kimdir? Salam xanım necəsiz? Tanımadı o. Hanım, mənim elə bir hocam, müəllimimdir. O xanımı tanıdım. Əkbər. Bu birisi xanım kimdir? Mənim, Mən getdim uşaqlar, gecəniz xeyrə qalsın.
Neyirsən burası? Diye kızıya gördün şahit. Tuşunu məsləhətlər eləyirdi, qaçırtdı. Sizinlə mən cənnətə gedim. Eyvah. Neyirsən burası? Bir də onun gözünə bax günəşər, o ilə cənnətə getmək olar sən. Bir də o səndə bax. Mən istəmirəm bura planla yaşayayım. Mən xanımla gedib, xanımın dinini gördün necə deyir? Deyir bu ilginə dual namazı qıl. Ha belə deyim. Allah'ım bu böyle. Əlçmə Arif uşaq deyil ha. Abicin salma. Ben ne diyeceğim? Kimisə dostluğunda Rüfət dahi var, səndə var. Ne deyirsən, neysən? Rüfət dahi var dostluğumuzda. Bilmirəm, gözləyini Vahid zat buradadır da. Hadi gəldi Vahid. Mən Əlçmərlə ama. Rüfət dahi qoşulmaq istəyirdi. Salam. Salam. Sağlara bak. Elə bir çempionat liqasına atılıb salam.